Salamlar. Bu videoda biz CSS'te background propertilərindən, yəni elementin fonunu, arxa fonunu idarə edən əsas xüsusiyyətlərdən danışacağıq. Bizim ilk olaraq belə bir şəklimiz var, hansı ki, arxa fon kimi bunu istifadə edəcəyik. Bu hissələri sonraki videolarda daha dəqiq başa düşəcəksiniz, amma hələ ki oranı ignorlamanızı xahiş edirəm. İlk propertimiz background color'dır. Hansı ki biz şəkil yox, sadəcə rəngin dəyişmək istəyiriksə, background color'dan istifadə edirik. Məsələn üçün, background'ı black edirəm. Yazılarım görsənsin deyə də yazıların rəngini white olaraq dəyişirəm. Keçid etdikdə görürük ki, arxa fon rəngim qara, yazılarım isə ağ fonddadır. Bəs mən necə arxa fonuma hər hansı bir şəkli yerləşdirə bilərəm? Bunun üçün background image-dən istifadə edirik. Yazdıqdan sonra URL yazıb mötərizini açıram və bura lokalda yerləşən şəklimin yerini qeyd edirəm. Şəklim style-la eyni qovluqda yerləşdiyi üçün sadəcə şəklin adını və uzantısını yazmaq kifayət edir. Gəlin baxaq. Gördüyümüz kimi bura yerləşdi. Amma şəkil belə olduğu halda mənim saytımda belə görsənir. Bunu gəlin düzəldək. Bunun üçün biz ilk öncə background'ımızın position'ını düzəltməliyik. Background position yazıb center dedikdə şəklimiz ortalanır. Gördüyümüz kimi web səhifəmizin ortasına yerləşdi və web səhifəmizi bir sonraki propertimiz background size'dır. Düzdür, hal-hazırda background'ımız tam yerləşsə belə, gəlin bunu da qeyd edək. Background size yazıb cover dedikdə, bu mənim yerləşdiyim elementi tam olaraq örtür. Gördüyünüz kimi bir balaca da kiçildi və body elementimi tam əhatə etdi. Bəs mənim səhifəmdə əgər yazılarım bir qədər çox olsa, gəlin bunu da yoxlayaq. Məsələn üçün bir qədər yenə. Çoxdur və gördüyünüz kimi bir scroll yarandı və belə etdikdə görürük ki, burada da bir qədər şəklin bir hissəsi düşüb. Yəni şəkil təkrarlanıb. Və mən səhifəmi aşağı etdikdə görürəm ki, yenə aşağıda eyni şəkil təkrarlanır. Gəlin yazıları bir qədər yenə artıraq. Görürük ki, şəklimiz həm üfüqi, həm də şaquli cəhətdən təkrarlanır. Bəs bunun qarşısını necə alaq? Buna qarşısını almaq üçün biz background repeat propertisinə istifadə edirik və bunu no repeat olaraq qeyd edirik. Belə yazdıqda backgroundumuz heç vaxt təkrarlanmır. Gördüyünüz kimi, amma biz scroll etdikdə görürük ki, şəklimiz yuxarı qalxır və ekranda görsənmir. Bunu isə düzəltmək üçün biz background attachment propertisindən istifadə edirik. Bura gəlib biz fixed yazdıqda artıq bizim şəklimiz yerində olduğu kimi qalır. Yalnız body'də yerləşən kontentimiz aşağıya scroll olunur. Gəlin bir də bunların qısa yazılışına baxaq. Yəni mən bir şəkli bu formaya salmaq üçün 4-5 sətir CSS yazmağıma ehtiyac yoxdur. Yazmalı olduğum sadəcə budur. Background yazıram və ilk öncə ora şəklin URL-sini yerləşdirirəm ardıcıllıqla. Daha sonra şəklin repeat olunub olunmadığını qeyd edirəm. Yəni şəkli no repeat deyirəm ki, şəklimiz təkrarlanmasın. Daha sonra onun position'ını qeyd edirəm, yəni center və size-ını, yəni qeyd edirəm ki, mənim şəklim yerləşdiyi elementi tam əhatə etsin. Və mən artıq bunları silirəm, çünki bunların yerində mən bir sətirli ifadə edirəm. Ən sonunda isə şəklim olduğu yerdə sabit qalsın deyə fixed yazmamı kifayət edir ki, şəklim olduğu kimi yerində olsun. Həm body elementimi əhatə edir, həm də scroll etməyimə baxmayaraq heç bir şəkildə yerindən tərpənmir. Bu propertilərin düzgün istifadə etməklə biz saytların dizaynına vizual olaraq daha cəlbedici və professional görünüşlər verə, öz istədiyimiz arxa fonları saytımıza tətbiq edə bilərik.